Girişdə n natural ədədi və n sayda tam ədədlər ardıcıllığı olaraq daxil edilir. Bu ədədlər arasından qiyməti maksimum olan son daxil edilən ədədin sıra nömrəsini tapan alqoritm blok sxemini qurun. Məsələn, 14, -6, 9, 14, 6 ədədləri üçün nəticə 4 olacaqdır, deyir. Deməli, nəyi demək istəyir? Baxın bunu. Maksimum olan ən son ədəd, yəni ki 14-ün sıra nömrəsini bizim üçün nə edir? Çap edir. Bunun üçün nə edirik? Əvvəlcə biz burada n sayını daxil etməliyik. N sayını. Və maksimum ədədi nəzərə almaq üçün ilk ədədi daxil edəcəyik. N və x. X bizə həmin o n ədədin ilkidir. Və biz buradan bir max dəyişəni götürüb onu x-ə bərabər edirik. Yəni artıq ilk ədədimiz x olur. Ondan sonra müqayisə prosesi apararaq böyük ədəd gələrsə onu nə edirik? Maxa mənimsətmiş olacağıq. Daha sonra isə artıq birinci ədədi aldığımız üçün nə edirik? İkinci ədədə baxacağıq. I bərabər 2 yazıram. Yəni indeksi 2 olaraq işarələyirəm. Deməli, bu formada yazdıq. Daha sonra nə edəcəyik? Bir dövr başladırıq. Artıq digər ədədləri almaq üçün i kiçik bərabərdir n adında bir dövr başladıq. Çünki n-ə qədər olmalıdır axı say. Ona görə də biz n-ə qədər dövrü işlətməliyik. Hər qolunda isə burada bir x daxil edirik. Artıq bu x növbəti ədədlərimizdir. Yəni birinci x-i daxil eləmişik. Artıq 2, 3, 4 və s. kimi indeksdəki x-ləri daxil etmək üçün nədən istifadə edirik? Daxil etmə blokundan istifadə edirik. Və burada bir müqayisə prosesi aparırıq. Daxil edilən x əvvəlki o max ədəddən böyükdürsə və ya bərabərdirsə nə etməlidir? Max'ın qiyməti x-a bərabər olmalıdır. Yəni max'ın yeni qiyməti x-a bərabər olur. Və daha sonra isə i-nin artımını veririk. Buradan da yox qoluna gəldik. Buradan hər qolunu da qeyd edək. Burada artıq i-yə bir artım veririk. i bərabərdir i plus 1 olaraq və yekun şərtin əvvəlinə qaytarıram. Yəni dövrün əvvəlinə qaytarıram. Buradan hansı şəkildə olur? Məsələn, 14-ü daxil elədik. 14-ü daxil etdiyimiz anda maxa bərabər olur 14. Daha sonra yenidən növbəti ədədləri daxil edəcək. Əgər 14-dən böyük bir və ya bərabər ədəd olarsa, onları yenidən maxa mənimsədir. Ən sonda isə yekun olaraq ən sonuncu max ədədi tapmış oluruq. Amma biz burada istənilən max deyil, yəni maksimum ədədi tapmaq deyil. Onun indeksini tapmaqdır. İndeksini də baxın bu formada göstərmək olar. Buradan bir k ədədi daxil edərik. Buradan bir k ədədi daxil edilərik. Bu k onun indeksidir. Baxın ilk öncə maxa nə etmişəm? Maxa x-i burada mənimsətmişəm. Və k nədir bizdə? İndeksi olaraq 1-dir, yəni birinci ədəddir. Əgər növbəti olaraq da biz buradan gəlirik və burada max x bərabər olarsa, yəni maxa yenidən qiyməti dəyişərsə, k-nın qiymətini i-yə bərabər edirik. Yəni hər yenilənən böyük qiymətdə, yəni ki böyük qiyməti taparsaq, k-nın qiyməti nə olur? Həmin ədədin indeksinə bərabər olur. Daha sonra isə dövr bitdikdə isə həmin k ədədini nə edirik? Çapa veririk və bununla da alqoritmi yekunlaşdırırıq.